Bismillahirrahmanirrahim. Allahın xeyir və bərəkəti olsun siz əziz və dəyərli möminlərin üzərinə. Əziz möminlər, bugün Şaban ayının 15-i Allahın yer üzərində nümayəndəsi, sonuncu hüccəti olan 12-ci İmam Zaman əleyhisselamın Mövlud günüdür, onun dünyaya gəldiyi gündür. Bu gün münasibətilə sizləri təbrik edirəm. Allahdan sizi xeyir və bərəkətlə mükafatlandırmasını istəyirəm. Əziz möminlər, istəyərdim bu Mövlud günündə sizlər üçün 2 hədis nəql eləyəm və bu 2 hədislə qəlblərimiz imama yaxın olar inşallah. İmam-ı Sadiq əleyhisselam buyurur ki, heç zaman yer üzəri Allahın hüccətindən, Allahın nümayəndəsindən, bir peyğəmbərdən, bir imamdan, bir yol göstərəndən uzaq olmayıb. Həmişə yer üzərində Allahın lütf qaydasına əsasən Allah gərək lütf eləyə, bizə bir mərhəmət eləyə ki, yer üzərində bir şəxs ola, o şəxs bizi doğru yola hidayət eləyə. İmam Sadiq ağa buyurur ki, hətta yer üzərində 2 nəfər adam qala, hər kəs dünyasını dəyişə, hər kəs dünyadan gedə, 2 nəfər şəxs yer üzərində qalsa, bilin ki, onun biri Allahın nümayəndəsidir, Allahın hüccətidir, Allahın hidayət eləyən bir bəndəsidir. Yəni Allah tərəfindən xüsusi inayətlə, xüsusi lütflə, elmlə bərəkətlənibdir ki, insanlar yollarını azmasın. O İmam Sadiq ağanın Allahın hüccəti barəsində, Allahın nümayəndəsi barəsində olan sözüdür ki, bilək ki, Allahın hər zaman yer üzərində bir nümayəndəsinin olması vacibdir. Mən istəyərdim 2-ci hədisə diqqət eləyək. 2-ci hədis həmi şiyə mənbəsində, həmi əhl-i sünnə mənbəsində mütəvatir olan, qəbul olunan alimlər tərəfindən sənəd baxımından səhih sayılan bir hədis oxuyan, hədis həmi usul-i kafidə qeyd olunubdur, həmi səhih Müslimdə qeyd olunubdur, həm də Müsnəd-i Əhməddə qeyd olunubdur. Yəni əhl-i sünnənin 2 kitabı olan Səhih Müslim və Müsnəd kitabında, həmçinin Əl-Kafi kitabında, Usul-i Kafi kitabında da qeyd olunubdur ki, Həzrəti Rəsul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm Peyğəmbər əleyhisselam buyurur ki, mən matə və ləm yərifu imamə zəmanihi matə mitətən cahiliyyətən. Buyurur ki, Peyğəmbər əleyhisselam buyurur, hər kim zəmanəsinin imamını tanımadan dünyadan getsə, diqqət eləyəcək, demir kim imamı tanımadan dünyadan getsə, deyir, hər kəs öz zəmanəsinin imamını tanımadan dünyadan getsə, o cahiliyyət matə, mitətən cahiliyyətən, o şəxsin ölümü cahiliyyətdə, yəni dini görməyən, dindən məlumatsız olan şəxsin ölümü kimi bir ölümlə dünyadan gedibdir. İmam Həzrəti Peyğəmbər əleyhisselam buyurur ki, kim öz zəmanəsinin imamını tanımasa, o şəxs ölər o şəxs kimi ki, o şəxsin dini yoxdur. Allah təbarək və təala bizi öz zəmanəsinin imamını tanıyan möminlərdən qərar versin. Vəsselamu aleykum və rəhmətullah və bərəkatuh.